Minhacü Sünnə Nəbəviyyə İbn Teymiyyə 8-ci cil səhvə 291 təhqiq doktor Muhammed Rəşad Salim İnnehu kəbəsəl beytə Əbu Bəkir Fatimi Zəhranın evinə hücum elədi. Dayan, kitabı ekrana gətirin. Sən burada İbn Teymiyənin hadisəni təsdiqlədiyi yeri yox, şiyələrin iddialarını müzakirə etdiyi yeri oxuyursan. Açın kitabı, Minhacü Sünnə, cild 8, səhifə 291. İbn Teymiyyə həmin səhifədə bu rəvayətlər haqqında deyir, munqati, yəni sənəd qırıqdır, zəifdir. Tarix elmində sənəd qırıq olan nağılla hökm verilməz. Niyə izləyicidən munqati sözünü gizlətsən? Nə üçün? İllət. Ləyənuzurə həl fihi şeyun min malillah. Aya bu evdə Beytülmaldan bir mal, sərvət var idi ya yox? Baxın, burada yenə tərcümə hiləsi var. İbn Teymiyyə ərəbcə əla təqdir, fərz edək ki və ya ləvkanə, əgər olsa ifadələrini işlədir. O deyir ki, fərz edək ki onlar evə giriblər. Hətta bu halda belə məqsəd oğurluq yox, dövlət malını qorumaq olardı. Yəni İbn Teymiyyə deyir ki, hətta sizin yalanınız doğru olsa belə, yenə də xəlifə haqlı çıxır. Çünki dövlət malını qoruyur. Sən isə fərziyəni fakt kimi oxuyursan. Əlləzi yuqassimuhu. Əgər Beytülmaldan, Allah malından bu evdə olsaydı, evə hücum ediblər, eləsinlər, təftiş eləsinlər, mal axtarırdılar, sərvət axtarırdılar ki, aparsınlar, təqsim eləsin. Məsələni gətirib pula qızıla bağladın, amma gəl İbn Teymiyyənin əsl fikrinə baxaq, sənin gizlətdiyin 4-cü cildə keçək. Mənbə, Minhacü Sünnə, cild 4, səhifə 243. İbn Teymiyyə yazır, Fatimə kimi uca bir şəxsiyyət dünya malı üçün küsməz. Sənsə videoda Fatiməni rıanı sanki pul üçün, qızıl üçün xəlifə ilə düşmən olan biri kimi göstərirsən. Fatiməni kim alçaldır? Sən. Əni yuharraqa aleyhimil beyt. Əgər beyyət eləməsələr, əmr edərəm, gəlib bu evi yandırarlar, onlar da içində yanarlar. Bu evi yandırmaq hekayəsi uydurmadır. Amma gəl sənin məntiqini Qur'anla çürüdək. Allah Tövbə surəsi 58-59-cu ayələrdə buyurur, mal veriləndə razı qalan, verilməyəndə qəzəblənənlər münafiqlərdir. Sən iddia edirsən ki, Fatimə mal üçün küstü, evini yandırmaq istəyənlərə qəzəbləndi. İbn Teymiyyə isə cild 4 səhifə 245-də deyir, Fatimə bu ayədəki vəsfə düşməkdən uzaqdır. Sən Fatiməni münafiq sifətində göstərirsən, İbn Teymiyyə isə onu təmizə çıxarır. Və zəkərə fi zəlikə kəlamən kəthira. Subhanallah.